Xəbəriniz var, Biskov Lotus peçenyelərinin dondurması çıxıb. Bunu hər zaman fərqli məhsulları tapdığım Continental mağazasından əldə etmişəm. Həm südlü şokoladlı, həm də ağ olan növünü aldım. Mən normalda Lotus peçenyesini də çox sevirəm və Lotuslu bütün desertləri bəyənirəm. Ayrıca olaraq dondurmanı da çox sevirəm və burada Lotuslu dondurmadan söhbət gedir. Düzünü desəm bilirdim dadlı olacaq, amma bu dərəcədə gözləmirdim. Dəhşət ləzzətlidir. Üzərinin şokoladı, karameli o qədər qalındır ki, hər dişləmdə xırçıldayır. Üzərinin şokoladı da keyfiyyətlidir, içinin dondurması da. Ağ şokoladlısını da bəyəndim. İkisi də şirindir, amma ağ şokoladlı biraz nisbətən daha şirindir. Gördüyünüz kimi şokoladının alt hissəsində lotuslu karamelli bir qarışım da var. İnanılmaz ləzzətlidir. Bunu mütləq sınamalısınız. Daha öncə də qeyd etdiyim kimi Continental mağazasından 18 manat 90 qəpiyə əldə etmişəm. Düşünə bilərsiniz qiymət bahadır, amma əslində məhsulların əksəriyyətini idxal edən elə məhz Continentaldır. Ona görə digər marketlərdən qiymətlər burada daha münasib olur. Ümumiyyətlə Continentala o qədər fərqli dondurma gəlib ki, bunları sizinlə də paylaşmağa səbirsizlənirəm. Düz 5 filialları var. İstədiyinizə yaxınlaşıb ala bilərsiniz. Aşağıda səhifələrini də qeyd edəcəm.